Gəncə Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elmi konfrans müasir kimya, biologiya, fizika, aqrar və sosial elmlərin aktual problemlərinə həsr edilib. Mövzu ilə bağlı 500-dən çox məqalə 5 cilddə kitabda nəşr olunub. Konfransda Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər təşkilatı və Türkiyə Respublikasının Gəncədəki baş konsulluğunun rəsmi nümayəndələri, universitet rektorları, elmi tədqiqat institutlarının direktorları və nümayəndələri, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Gürcüstan Respublikasının alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər. Elmi konfransdan öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Ümummilli liderin əziz xatirəsi dərin ehtiramla anılıb. Daha sonra konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib. Allah rəhmət eləsin. Ümummilli lider Heydər Əliyevin bütün həyatı böyük məktəb. Ulu Öndərin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan video çarx nümayiş etdirilib. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edib. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşturmuş qüdrətli şəxsiyyətdir. Ümummilli lider Heydər Əliyevin Respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələrindəndir. Ulu Öndərin Respublika rəhbərliyi dövründə ölkəmizdə digər sahələr kimi ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, ölkəmizin zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması həmişə prioritet məsələ olmuşdu. Ümummilli liderin uzaqgörən siyasəti bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə çevrilib. Türkiyə Respublikasının Gəncədəki baş konsulluğunun vitse-konsulu Yiğit Yalın Soyal, İzmir 9 Eylül Universitetinin prorektoru Dilşən İncə Erdoğan, Qazaxıstan Respublikasının Turan Aslan Universitetinin professoru Babekova Gülzamirə Tuzurayeva, Rusiya Federasiyasının Çuvaş Dövlət Universitetinin professoru İvanovna Tatyana Nikolayevna, Kazan Federal Universitetinin professoru Faxreddunova Güzyala Jedyateva, elmi konfransda müzakirə olunan mövzuların aktuallığından danışaraq, mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində və ətraf mühitlə bağlı problemlərin həll olunmasında konfransda dinləniləcək elmi məruzələrin faydalı olacağını vurğulayıblar. Çıxışlardan sonra qonaqlar simvolik hədiyyələr təqdim ediblər. Heydər Əliyev deyince aklıma ilk gelen bizim de kurucu liderimiz, yani dünyaya, batıya, doğuya, tüm halklara örnek olan liderimiz Atatürk aklıma geliyor. Bu büyük konferans doğa ve sosyal bilimlerde küresel zorluklar adını taşıyor. Dünyanın dört bir yanından Gence Üniversitesi konuklar ağırlayacak. Çok farklı ülkelerden bilim insanları bu başlık altında oturacaklar. Bugün günümüz dünyasında yaşadığımız doğal, kültürel, sosyal ve siyasi konuları tartışacaklar ve buradan çıkan sonuç inanın ki çok yararlı olacak. Biz yeşil dünyayı konuşacağız, yapay zekayı konuşacağız, bölgemizin, Kafkasların, Orta Doğu'nun siyasi sorunlarını konuşacağız ve gerçekten de hani çok iyi çıktılar alıp bilim dünyasına faydalı olacağımıza inanıyorum. Gəncə Dövlət Universiteti də tarixən çox böyük ənənələri olan universitetimizdir. Bizim bu qərb bölgəsində bugün artıq təkcə bu qərb bölgəsi üçün yox, bütün Azərbaycan üçün, hətta bir neçə qonşu dövlətlər üçün kadr hazırlayan bir universitettir. Və Gəncə bizim qədim şəhər olaraq, nizami yurd olaraq hər zaman Azərbaycanın dünyada təmsil eləmək hüququna malik bir şəhərdir. Və ona görə də mən hamımızı təbrik edirəm. Mən hesab edirəm ki, Ulu Öndərin
böyük irsi çox illər boyu Azərbaycan xalqının inkişafına, tərəqqisinə, dövlətimizin möhkəmlənməsinə xidmət edəcək. Cənab Prezidentin apardığı siyasət bütün istiqamətlərdə Azərbaycanı təkcə Qafqaz üçün yox, Cənubi Qafqaz üçün yox, bütün dünya üçün ən aparıcı dövlətlərdən birinə çevirib. Elmi konferansda akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun və Gəncə Dövlət Universitetinin Botanika Kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vaqif Novruzovun qlobal ekoloji problemlər, təmiz ətraf, mühit və ekoloji tarazlığın qorunması mövzularında elmi məruzələri dinlənilib. Beynəlxalq elmi konferans 16 bölmə iclası ilə davam edib. Konferans çərçivəsində Gəncə Dövlət Universitetində yerli və Türkiyə universitetlərinin professorları tərəfindən müəllim və tələbələr üçün ustad dərsləri təşkil olunub.